Dostlar, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi 5 aprel 2026-cı ildə dövlət qulluğundan imtahan keçirilmişdi. Məhz biz də burada düşən sualların, belə deyim, izahı ilə qarşınızdayıq. Gəlin baxaq ilk sualımızdan. Nə deyir? Konstitusiyaya əsasən dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qayda nəzərdə tutan hökumətlərarası müqavilələri kim təsdiq edirdi? Əlbəttə ki, bu Milli Məclis idi və Milli Məclisin həll etdiyi məsələ idi. Baxmayaraq ki, bununla bağlı qanun qəbul edirdi, həll etdiyi məsələ də olsa. İkinci nədir? Konstitusiyaya əsasən bələdiyyə üzvlərinin seçilməsi və vaxtından əvvəl buraxılması halları və qaydası nə ilə müəyyən edilirdi? Əlbəttə ki, bu da qanunla müəyyən edilirdi, amma bələdiyyələrin statusu isə Konstitusiya ilə müəyyən olunurdu. Baxın, yerli özünü idarə orqanıdır. Üçüncü sual, yerli vergilərin müəyyən edilməsi hansı səs çoxluğu ilə olur? Yeganə yerli vergilərdir və ödənişlərdir. Yerli vergi və ödənişlərlə bağlı 3/2 səs çoxluğu ilə qəbul olunurdu bələdiyyələrdə. Yadınızda saxlayırsınız. Bununla bağlı da mənim də testlərimdə olub. Baxın, testlərimi işləyənlər burada bu təkrar sualla qarşılarına çıxırlar. Konstitusiya və Ali Məhkəmə hakimlərini vəzifəyə hansı subyekt təyin edir? Bəli, bunların təqdimatını prezident verir, amma Milli Məclis təyin eləyirdi. Uşaqlar, yadınıza düşürsə, bu da Milli Məclisin həll etdiyi məsələlərdəndir. Təqdimat prezident, amma Milli Məclis göndərir. Alan hansı halda elektron sənədi göndərilməmiş qəbul edə bilməz? Gəlin bu suala belə baxaq. Burada qeyd olunan ki, hansı halda alan göndərilməmiş qəbul edə bilməz? Biz bilirik ki, bizim 3 halımız var ki, alan o hallarda göndərən tərəfindən göndərilməmiş hesab eləməlidir. Birincisi, elektron sənədin göndərilməməsi barədə bildiriş alıbsa, ikincisi, elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə və üçüncüsü isə elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində alana bəlli olub ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Yəni bu variantları çıxarsınız. Digər variant hansı idisə, indi burada qeyd olunmuşdur, sertifikatlaşdırılmamış imza ilə təsdiq olunduğu üçün, yəni bu halda bunu göndərilməmiş qəbul edə bilməz. Amma hesab etməlidir deyəndə bayaq dediyim, bax bu 3 səbəbdən indi mən mousedan olduğum üçün yaza bilmədim. Qeyd olunur ki, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisəli məsələləri hansı subyekt həll eləyir? Əlbəttə ki, bu məsələləri məhkəmələr həll eləyir. Burada növbəti sualımız var. 7-ci deyir, prezident səlahiyyətlərini tam icra edə bilməyəndə Milli Məclis neyniyir? Baxın, burada bir məsələ var ki, qeyd olunur ki, prezident öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, o zaman Milli Məclis neyniyirdi? Bu faktın aydınlaşdırılması üçün Konstitusiya məhkəməsinə müraciət edirdi və Konstitusiya məhkəməsində 6 səs çoxluğu ilə qərar qəbul olunurdu. Əgər qərar qəbul eləməsə, prezident vəzifədən getmirdi, amma qərar qəbul eləsəydi, prezident vəzifədən gedirdi. Daha sonra burada 8-ci sualımızı da biz işləmişik artıq. Qeyd olunur ki, nəticə elan olunandan sonra prezident 3 gün ərzində hansı subyektin iştirakı ilə and içir? Əlbəttə ki, bu Konstitusiya məhkəməsinin hakimləri idi. Növbəti sual burada 9-da deyir, bunlardan hansı ortaq cəhət hakimlərə və baş nazirlərə aiddir? Bəli, bilirsiniz, hakim olmaq üçün vətəndaşlıq lazımdır. Azərbaycan Respublikasının vətəndaşı həm də seçkilərdə iştirak etmək hüququ olmalıdır. Hakimlər üçün əlavə cəhətdən biri vardır ki, 5 ildən artıq hüquqşünas ixtisası üzrə belə deyib işləməli idi. Yəni bu bunun əlavəsi idi və heç bir siyasi partiyaya üzv ola bilmirdilər. Bunu yadımızda saxlayaq. Burada qeyd olunur, Milli Məclisin həll etdiyi məsələlər bunlardan hansılardır? Prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsisidir. Qanunla müəyyən edilmiş hallarda prezidentin fərmanlarının təsdiqidir. Baş prokurorun vəzifəyə təyin edilməsi. Baxın, təyin etmək yox idi, razılıq vermə var idi. Yəni vəzifədə təyin olunanda da, vəzifədən gedəndə də. Amma baş nazirlik isə sadəcə vəzifəyə təyin olanda razılıq alınırdı. Mərkəzi Bankın idarə heyəti üzvlərinin vəzifəyə təyini bu da vardı. Sadəcə buradakı suallar içərisində 3 doğru gəlmir. 5 də baş naziri vəzifəyə təyin edilməsi bu var. Daha doğrusu bu yoxdur. Baş naziri vəzifəyə təyin eləmir. Razılıq verilirdi baş naziri vəzifəyə təyini ilə bağlı. Növbəti kateqoriyaların ardıcıl olaraq düzün deyir. Baxın, audiovizual şuranın aparatı 2-ci kateqoriya idi. Rayon prokurorluqları burada gələcək əlbəttə 4-dədir, amma Bakı prokurorluğu 3-də idi. Milli Məclis isə ali kateqoriyadır. Yəni o zaman biz bunu belə 3, 1, 2 şəklində düzəldə bilərik. Burada qeyd olunur ki, dövlət qulluğunun birinci təsnifatına aid olmayan dərəcə hansıdır? Birinci təsnifatda nə var idi inzibatidə? Birinci dərəcə dövlət müşaviri, ikinci dərəcə və üçüncü dərəcə. Baxın, həqiqi dövlət müşaviri isə ali təsnifatdadır. Yardımçı vəzifələrə hansılar aid deyil?
Tam orta təhsilə malik olmalıdır. Yardımçı vəzifə tutanlar and içmirlər. Bunlar düzdür. Və burada D bəndində qeyd olunur, ali kateqoriyada yardımçı vəzifə tutan şəxslərin hüquqi statusunu Nazirlər Kabineti müəyyən edir. Bax, bu olacaq yanlış. Biz bilirik ki, yardımçı vəzifə tutan şəxslərin hüquqi statusu əlbəttə ki, müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları və vəzifə təlimatları ilə müəyyən edilirdi. Ona görə bu variantımız məhz olmayacaq. Daha sonra burada qeyd olunur, 67 yaşında dövlət qulluqçusuna bunlardan biri aid deyil. Gəlin baxaq bir-bir. Baxın, burada 4-dən başlasaq deyir 2 dəfə xidməti müddəti uzadılıb. Bəli, çünki 65 yaşdan sonra hər il bir dəfə artırmaqla maksimum 5 dəfə artırıla bilər və 70 yaşına qədər eləyir. Bu doğrudur. İntizam tənbih tədbirlərinin tətbiq edilməməsi var. Əlbəttə ki, bunun üçün, yəni bu 67 yaşa çatıbsa, 100% bunun inzibati tənbih tədbirləri tətbiq edilməməlidir. Xidməti müddəti artırılan zaman özü razılıq verib. Bu da var, amma attestasiyadan 2 dəfə keçmə yoxdur. Çünki bu olacaq 3 dəfə keçmə olmalıdır. Ona görə bu variantımız bunlardan biri deyil. Dövlət qulluğunda 3-cü təsnifat üzrə ən aşağı dərəcə hansıdır? Bunun üçün bilməliyik ki, 3-cü təsnifatda baş müşavir, müşavir və kiçik müşavirdir. Əgər ən aşağını deyirsə, bu da olacaq bizdə kiçik müşavir olacaq. Daha sonra biz burada gəlik 16-cı suala. Dövlət qulluqçusunun işinə hansı halda xitam verilir? Dövlət qulluqçusunun işinə xitam verilir dövlət qulluqçusunun öz arzusu ilə, dövlət orqanı ləğv olunanda, dövlət qulluqçularının sayı və yaxud ştatlar ixtisar olunanda, yaş həddinə çatanda, vətəndaşlığa xitam verildikdə, növbəti sertifikat ala bilmədikdə, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə, yəni bir sıra hallar var. Nə az nə çox 13-ə yaxın dövlət qulluğuna xitam verilməsi halları var. 33-cü maddədə bu barədə danışılır. İndi məndə dəqiq variantlar olmadığı üçün bu halda deyəcəm. Dövlət gerbinin qabarıq təsviri vurulmur deyir. Əlbəttə ki, burada Baş nazirin xidməti otağına belə deyək, qabarıq təsviri vurulmurdu. Bəs qabarıq gerbin təsviri haralara vurulurdu? Əlbəttə ki, Ali Məclisin binasınadır. Söhbət Naxçıvandan gedir. Naxçıvan Ali Məclisi sədrinin xidmət otağına, Milli Məclis sədrinin xidmət otağına, Milli Məclisin binasına, prezidentin xidmət otağına və yaxud müvafiq icra hakimiyyətinin binalarına vurulur. Bütün məhkəmələrin binalarına vurulur, məhkəmə iclasının salonlarına, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsinin sədrinin xidmət otağına da bu gerbin qabaq təsviri vurulurdu. Növbəti suala baxaq. Bu 18-ci sualımızdır. Burada qeyd olunur Azərbaycan dili haqqında qanuna aid doğru olmayan hansıdır? Onu qeyd edim ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla yazışmalar yalnız Azərbaycan dilində yox, dövlət dilində və ya müvafiq xarici dildə də aparıla bilər, amma şərtimiz var idi. Azərbaycan dilinə tərcümə olunmaq şərti ilə. Ona görə bu doğru deyil, çünki yalnız söz var. Uşaqlar, baxın, yalnız. Növbəti sualımıza baxaq biz. Burada qeyd olunur deputat Milli Məclisin iclasında Ali Məhkəməyə hakim seçilməsi üçün referendum keçirilməsi ilə bağlı fikir irəli sürür. Digər deputatlar isə onun fikrini qəbul etmir. Situasiya ilə bağlı doğru olanı tapın deyir. Ümumiyyətlə biz bilirik ki, Konstitusiyada referendumla həll olunmayan məsələlərdən biri də şəxslərin vəzifəyə təyin olunması, seçilməsi və sair kimi məsələlər idi ki, referenduma çıxarıla bilmirdi uşaqlar. Söhbət burada bundan gedir. Məhz ona görə də bu variantımız doğru olmalıdır. Dövlət qulluqçusu hansı məlumatı təqdim etməlidir? Baxın, burada belə bir şey vardı. 5500 manatdan yuxarı olan borcu barədə idi, 1100 manatdan yuxarı olan öhdəliklər barədə idi. İndi baxaq, 1100 manatdan yuxarı borc deyil, 3000 söhbəti yoxdur, 5500 manatdan yuxarı borcu barədə, bəli. Burada nə deyir? 5100 manatdan. 5500 manatdan olmalıdır. C variantı doğru cavab olacaq. 21-ci sual deyir, xarici ölkə vətəndaşı Azərbaycan Respublikasının mağazalarının birində alış-veriş edir. Ödəniş xarici valyuta ilə etmək istəyəndə ödənişi qəbul etmirlər. Şəxs mağaza əməkdaşına şikayət edir və onu dollar ilə ödəniş etmək istədiyində haqlı olduğunu bildirir. Situasiya ilə bağlı doğrudur. Baxın, Azərbaycan Respublikası ərazisində qeyd olunurdu ki, başqa pul vəsaitlərinin istifadəsi qadağandır. Ona görə mağaza burada doğrudur. Bunu götürəcəksiniz. Daha sonra 22-ci sualımıza baxaq. Burada elektron sənədin surətindən söhbət gedir.
Sadəcə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, elektron sənədin surəti nə idi? Onun kağız daşıyıcıda əks edilmiş, baxın, xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiqlənməsi ilə hazırlanır və kağız daşıyıcıda da surət olması barədə qeyd olunmalıdır. Lakin belə deyək, əgər bu müvafiq qaydada təsdiq edilməyibsə, surəti sayılmır. 22-ci sualımız bu elektron sənədin quruluşu iki hissədən ibarət olur. Ümumi və xüsusi hissələrdən ibarət olur. Qeyd olunur ki, kərküzallığa uyğun olaraq təşkilatlarda struktur bölmələrin adları sənəddə necə yazılır? Təşkilatlarda struktur bölmələrin adının yalnız baş hərfi böyüklə yazılırdı. Məsələn, elə kərküzallıq haqqında qanunda qeyd olunduğu kimi Dövlət Statistika Komitəsinin aparatı və yaxud Fövqəladə Hallar Nazirliyinin aparatı və sair yalnız yadınızda saxlayın baş hərfi böyüklə yazılır. Daha sonra 25-ci sual teleqrama aid olmayan hansıdır? Burada variantda qeyd olunur Telegram hecalara bölünərək yazılır, amma biz bilirik ki, Telegramda sözlər hecalara bölünmədən və düzəliş edilmədən yazılırdı. İmza da yeni sətirdən qeyd olunurdu, möhürlə təsdiq olunurdu. Ona görə elə bu B variantı yanlış olacaq. Burada 26-cı sual hansı maddəyə dəyişiklik etmək olar deyir. Baxın, dövlət dili 23-cü maddədə olmaz. Söhbət hansılardan gedir? 1, 2, 6, 7, 8, 21. Bu 21-ci maddəmizdir. Dövlət dili hakimiyyəti mənimsənilməsinə yol verilməməsi 6-dır. Xalqın suverenliyi bu ikincidir. Yəni bunlara da olmaz. Amma təhlükəsiz yaşamaq hüququ bununla bağlı. Buna dəyişiklik etmək olar uşaqlar. Mənim YouTube-da da dərslərim var. Bunlarla bağlı ətraflı şəkildə pulsuz olaraq izləyə bilərsiniz. Burada qeyd olunur xalq hakimiyyəti və dövlətin əsasları fəslinə aid olmayan maddə hansıdır? Əlbəttə ki, bu asan bir sualdır. Söhbət elə ilk 23 maddədən gedir. Bu yaşamaq hüququ bilirsiniz, insan hüquq və azadlıqları maddəsində gəlir. Yəni bu 23 maddənin içərisində yoxdur. Onu da qeyd edim ki, bu 23 maddəyə əlavələr etmək olmaz. Növbəti sual vətəndaşların müraciəti haqqında qanundur. Qeyd olunur ki, vətəndaşların müraciəti haqqında qanuna əsasən informasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası hansı qanunla tənzimlənir? Bu elə informasiya əldə etmək haqqında qanunla tənzimlənirdi. Söhbət 5-ci maddədən gedir. Hərbi vəziyyət elan olunarkən məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə məlumat nə zaman verilir? 71-ci maddəmiz insan və vətəndaş hüquq və azadlıqlarının təminatında qeyd olunur ki, həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar barədə əhaliyə qabaqcadan məlumat verilirdi. Burada da doğru cavabımız budur. Məhkəmələr və hakimlər haqqında qanuna aid olmayan hansıdır? Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz dövlət hesabına göstərilir. Yoxsa burada bu niyə yanlışdır, onu da deyim sizə. Bu qanunla nəzərdə tutulmuş hallarda deyil, bu Konstitusiyanın 61-ci maddəsinə əsasən hüquqi yardım ödənişsiz dövlət hesabına göstərilir. Bunu yadınızda saxlayın, ona görə bu yanlışdır. 31-ci sual etik davranışdır. Deyir, bu etik davranış qaydaları haqqında qanuna əsasən doğru olmayan hansıdır? Və burada qeyd olunur, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların gizliliyini bütün hallarda təmin etməlidir. Xeyr, qanun müəyyən edilmiş hallarda bunu belə deyim, gizliliyini təmin etməlidir. Baxın, 31 suala biz baxdıq, ətraflı şəkildə izahına baxdıq və onu da deyim ki, dostlar, bildiyiniz kimi bizə suallar verilmir. Biz də orada iştirak edən şəxslərin sayəsində biz bunlara əlimiz çatır və qeyd eləyirəm ki, kimlərsə imtahanda iştirak eləyib, bu barədə şərh hissəsinə yazsın suallar ki, biz də izah eləyək, görək hansı tip suallar düşüb. Onu da deyim ki, kanalımda bundan başqa da bir çox videolar var. Yəni istər qəbul sualları, istər Dövlət İmtahan Mərkəzinin test toplusu və yaxud da qanun izahları. Ətraflı şəkildə baxa bilərsiniz. Dövlətqulluğu.net saytımız var. Çox faydalı bir saytdır. Oradan da istifadə edə bilərsiniz və əlaqə üçün də nömrəmi qoyuram. İstəsəniz əlaqə saxlaya bilərsiniz. Kanalıma abunə olun, videoları bəyənin. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.